Müəllimlərimiz, dəyərli müəllimələrimiz, dəyərli şagirdlər, bugün Allahyarlı Kənd Tam Orta Məktəbinin və Allahyarlı Kənd Kitabxana filialının və Allahyarlı Kənd Sənətkarlıq Klubunun birgə təşkilatçılığı ilə 26 iyun Milli Silahlı Qüvvələrin yaranışı ilə bağlı hazırladığımız Milli Vətənpərvərlik mövzusundakı tədbirə start veririk. Bildiyiniz kimi 26 iyun Azərbaycan xalqının qürurla qeyd etdiyi əlamətlər günlərdən biridir. Bu tarix Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gün kimi ölkəmizdə qeyd olunur. Güclü və peşəkar ordumuz dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçısıdır. Azərbaycan ordusu şanlı döyüş yolu keçərək vətənimizin müdafiəsində böyük qəhrəmanlıqlar göstərmiş, xalqımızın igid oğul və qızları vətən uğrunda canlarından keçərək tarix yazmış, şəhidlərimiz ən uca zirvəyə yüksəlmişlər. Onların əziz xatirəsi hər zaman ehtiramla yad edilir. Azərbaycan Silahlı Qüvvələri ötən illər ərzində böyük inkişaf yolu keçərək regionun ən güclü ordularından birinə çevrilmişdir. Azərbaycan ordusunun qüdrətinin daha da artmasında Müzəffər Ali Başkomandan İlham Əliyevin çox böyük, əvəzsiz xüsusi xidmətləri vardır. Onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ordumuz müasir silah və texnika ilə təchiz edilmiş, peşəkarlıq səviyyəsi yüksəlmiş və döyüş qabiliyyəti daha da güclənmişdir. 2020-ci ildə əldə olunan tarixi zəfər Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirmişdir. Şanlı ordumuz Ali Başkomandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük qələbə sevinci yaşatmışdır. Bu zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Hər vətəndaşın, xüsusilə də gənc nəslin qarşısında duran mühüm vəzifələrdən biri gənclərə vətəni sevdirməli və onun şanlı tarixini öyrədilməsində şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarını daim uca tutaraq, hər zaman əziz xatirələri uca tutmaqla onların ürəklərdə yaşatmaqdır. 26 iyun Milli Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan ordusunun bütün heyətini və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Qoy Ulu Öndər Heydər Əliyevin ruhunu yaşadan Azərbaycan bayrağı daimi yüksəklərdə dalğalansın. Yaşasın Azərbaycan, yaşasın Azərbaycanın Müzəffər Ali Başkomandanı, yaşasın Azərbaycan ordusu. Təşəkkür edirəm.